Hamını salamlayıram, hər vaxtınız xeyir. Biz gözəllik qanunu əsasında tətbiq olunmuşuq. Möhtəşəm, gözəl düşüncəmiz var, gözəl şüuraltımız var. Fizioloji, psixoloji çox gözəl görkəmimiz var, gözəl biçimdə yaradılmışıq. Biz xeyirli və bərəkətli, uzun və dəyərli və yararlı ömrə sahibik, amma biz bunu unuduruq. Təbii ki, hamıya aid deyil. Çünki hamıya aid olsaydı biz də bunları bilə bilməzdik. Çünki möhtəşəm insanlar var, olub olacaqlar həmişə. Və biz də o kimi insanlardan öyrənib, neylərsə xatırlayıb, özümüzü inkişaf elətdirəcəyik. Demək istədiyim o qapılar ki var idi ki, negativ qapılar ki bir-birinin içindədirlər və bir-birinə çox yaxındırlar. Onlar bizim halımızla qidalanır, bizim enerjimizlə enerjilənirlər. Bunlar sözdür, amma söz olsa da belə, negativin özü də belə bizim pozitivdən, bizim enerjidən enerjilənir, bizim titreşimdən qidalanır və biz bu cür hərəkətdə olarıqsa, biz ancaq negativ qüvvələri qüvvətləndirməklə məşğul oluruq. Bu da bizim əsaslanır şuura, şuur və fikir və müşahidə ilə hərəkətdə olduğumuz üçün, dərin düşünə bilmədiyimiz üçün belə bir şeylər bizim həyatımızda baş verir. Bu da bizim xəstəliklərimizə səbəb olur. Yəni xəstəliklərin daim artmasına, sayının çoxalmasına gətirib çıxardır. Dərin düşüncə insanı diri saxlayan bir haldır və bu hamının potensialında var. Mehriban və zövqlü yaşamaq hamının haqqı olduğu kimi o daxili aləmidir ki, onun fərqində olmamaq olur və o heç vaxt insan həyatında zühur eləmir. Çünki bəzi qorxuları var. Əsas qorxulardan da biri böyüklərin də dediyi kimi insanın ölümdən qorxmasıdır ki, ölüm qorxusudur ki, insanı. Təbii ki, biz bunu unutmuşuq, yenə bununla müqayisə eləmirik. Ölüm qorxusudur ki, insanda bir çox şeylər ki var, negativ görsənir, onları aktivləşdirir və sürətləndirir. Aram olma və dərin düşünən və dərin təfəkkür olan, doğru, düzgün qərarlar çıxardan insan üçün ölümü düşünmək belə onun beynində, nəinki beynindədir, heç yadından da çıxartmayıb, yadındadır və onun o vaxt gedib, gedməyəcəyi barəsində düşünməyə belə vaxtı yoxdur. Amma o demək deyil ki, onun yadından çıxıb. Yəni yadındadır və ona uyğun hərəkətdədir. Ona uyğun hərəkətdə olduğu üçün elədiyi hər bir hal, elədiyi hərəkət, iş, gördüyü hər bir şey çox gözəl baxımdan da, çox gözəl baxımdan da bu mənada çünki özü gözəl baxa bilir. Yəni maddi gözlə daxili aləm o cür quraşdırılıb, o cür onun öz tərəfindən bərpa olunub. Çünki onun aldığı məlumatlar onun material linkasına və möhtəşəm təsirlər qoyur ki, o təsirlərlə də o öz potensialında, özünün daxili aləmində, şuuraltı, metin linkada olan çox pozitiv, möhtəşəm məlumatları şuura atmalı olur ki, insan onunla hərəkətdə olur. Onunla hərəkətdə olan insan da ki, təbii ki, onun dostları da, ailəsi də, ətraf mühitdə artıq burada məsafə, metr, 100 metr, kilometr belə bir şey yoxdur. Bu məsafəsiz təsir qoymadadır. Çünki bu insan müdrik hərəkətdə olduğu üçün, onun titreşimi müdrik olduğu üçün dövrəyə daha asan daxil ola bilir. Bu qınaqlar ki var, biz qınayırıq, bu hansı ki, xoşa gəlməz hallar ki var, kimsə var edirik, biz bunlar şuurlu edirik. Şuurlu şəkildə qərarlar çıxardırıq. Bunu təkrar eləmişik, bizim yaşamımızla əlaqəlidir, bizim topladığımız, eşitdiyimiz, gördüyümüz negativ görkəmlərlə müqayisə olunur, sensasiya olunur. Ona görə biz şuurlu şəkildə bu qərarları çıxardırıq ki, hansı ki, bu qərarlar da yararsız olur,
yararsız olur və yararsız olmağı nəinki özümüzə, ətraf mühitə, necə ki, yaxşı mənada təsir qoymaq olur, negativ mənada da təsir qoymaqsı maksimum mümkün olur. Bu bizim dostlarımızla qurduğumuz ünsiyyətdir, ailədə qurduğumuz ünsiyyətdir, qohumlarla əlaqələrimizdir. Bizim qardaşla qurduğu ünsiyyətin əgər biri negativ düşünürsə, onu aşağılamaqla həmişə məşğul olursa, aşağılamaqla məşğul olursa, təbii ki, o sözlər istifadə edəcək ki, xoşa gəlməz sözlər onun gözündən salmaqdan ötürü, öz gözündən onu salmaqdan ötürü istifadə etdiyi sözlər onu onun gözündən salıb aşağılayacaq, amma unudacaq ki, bu həmən o adamın qardaşıdır ki, və yaxud bir neçə dəqiqə və bir neçə saat, bir neçə gün bundan qabaq onu aşağılamaqla məşğul idi. Bu həmən o adamın qardaşıdır və bu baxımından dostlar da belədir ki, dostlar da bir-birinin qurduğu ünsiyyətdə də əgər aşağılama varsa, təbii ki, bu da gərək düşünməlidir, təfəkkür eləməlidir ki, mən o adamların dostuyam ki, onları mənim düşüncəm, müşahidəm o adları qoyur. O adlar ki, hansı ki, xoşa gəlməz adlarla şuurunda insanı adlandırır və unudur ki, mən o adamların dostuyam. Və yaxud da valideynlər arasında olan, uşaq və valideyn arasında, övlad və valideyn arasında olan ünsiyyətlər, münasibətlər ki, bu da o baxımındandır və qaçılmazdır ki, bu təkrar olmaz şəkildə və davam edir. İnsanlar arasında ki, məsələn, deyək ki, oğul anası barəsində hansısa negativ düşüncəyə düşür, amma yenidən unudur ki, həmən o düşdüyü düşüncə, elədiyi o fikir mexanizmi ilə, o şuuru ilə, şuuru hərəkətli olaraq fikirləşdiyi o anası, atası barəsində, qardaşları barəsində və yaxud ətraf barəsində düşündüyü bir hallar ki, var ki, bir fikir ki, var ki, onu həqiqət bilir, düz bilir və unudur ki, mən həmən o xanımın övladıyam, mən həmən o kişinin övladıyam, mən həmən o qardaşın qardaşıyam, həmən o bacının qardaşıyam və bunları unudur. Və yaxud da ki, qadın və kişi ünsiyyətində olsun ki, ya kişi qadını aşağılamaqla, yəni qadın kişini aşağılamaqla məşğul olursa, yenə də fərqində olmur, çünki şuurlu qərar çıxardılır, negativ qərar ancaq şuurda olur, fikir mexanizmi ilə, müşahidə ilə öz yaşanmışlığına əsaslanır və o qərarı çıxardığı kimi deyək ki, kişi qadın barəsində ki, bu qadın hansısa bir haldadır, hansısa bir xoşa gəlməz sözlər deyirsə ya demirsə də, ümumiyyətlə fikirləşirsə də, bu barədə düşünürsə də, təbii ki, bir şey unudur ki, mən elə onun bu xanım mənim həyat yoldaşımdır, yəni mən o xanımın həyat yoldaşıyam ki, hansı ki, onun barəsində bir neçə dəqiqə, bir neçə gün və yaxud da görülmüşdik ki, o düşüncəyə gəlmişdim və yaxud da ki, xanım kişi barəsində düşünürsə ki, o necə birisidir, xoşa gəlməz və təbii ki, normal olmayan adlar ki, qoyur beynində ona, əslində zaten sonra o xanım nəinki sərkərdənin, nəinki möhtəşəm bir kişinin, yox, hansısa bir aşağılanmış, hansısa bir kölyə çevrilmiş bir kişinin xanımına çevrilir, nəinki hansısa bir padişah və şahın və bu hamıya aid olan bir ünsiyyəti, yəni təbii ki, düzgün qorunmayan, yəni şuurlu hərəkətli olan, hamıya aid olan bir məsələdir ki, insan barədə gərək təfəkkür etsin, düşünsün ki, bu egoistlikdir, bu düşüncə ən aşağı adı bunu egoistlikdir, çünki bu cür düşüncə nəinki dostlar arasında, ailə arasında, deyək ki, qardaşlar arasında qalan bir məsələdir. Bunun titrəşimi yenə də təkrar edirəm ki, titrəşimi dövrəyə çox böyük təsir qoyur, çox negativ təsir qoyur və təbiət aləminə təsir qoyur.
təbiət aləminə qoyulan təsirdir ki, işsiz və işsiz qalmır. Yəni böyük bir iz qoyur və buna rəğmən heç olmasa insan düşüncəsində belə bir neqativ şeylər, hallar əgər müşahidə edirsə, mütləq dərin düşünməlidir ki, özü hal olaraq özünə o yolu seçibsə də, yəni o da ədalətlidir, gərək bir qayıdış edəsin və o qayıdışda öz-özünü təbrik edəsin. Təşəkkür edirəm sizə, çox sağ olun.